Salam əziz dəyərli izləyicilər. Bugün sizə Qoç bürcünü təqdim edirəm əzizlərim. Bax əzizim, əziz qoçlar. Elə bir ki bu həftə iç dünyanızda, həyatınızda yeni bir səhifənin açıldığı gözəl bir günlər gəlir qarşınıza. Kainatın təsiri sənə həm hərəkət, həm də cəsarət enerjisi gətirə biləcək. Amma bu enerji diqqətsiz istifadə olunarsa, bəzi gərginliklər yarana bilər. Həm özünü, həm də ətrafındakı insanları daha da dərindən anlamaya başlayacaqsan. Hisslərin güclənəcək. Qərar vermə bacarığın isə sınağa çəkiləcək. Bəzi qoçlarsa uzun müddətli düşündükləri bir məsələləri bu həftə həll etmək qərarına gələcəksiniz. Elə bir bəzən kəskin, amma azadlaşdırıcı bir addım atacaqsan. Həyatında köhnə bağları qırmaq səni elə bir biraz tormozlayan insanlardan uzaqlaşdırmaq istəyəcək səni. Bax, bəzi köhnə bağlar. Həftənin əsas enerjisi isə bir dəyişiklik, bir irəlilik, daxili gücün oyanması. Kainat sənə artıq köhnə qorxulardan deyil, öz gücünlə yaşa deyir. Bu həftə həm azadlıq, həm də bir məsuliyyət enerjisinin balansını tapmaq zamanı gələcək sənin üçün əzizim. Pərdə arxasında bax, pərdə arxasında gedən bax oyunlar, əngəllər, arxandan dönən işlərə biraz diqqət et bu həftə. İş yerində ayağını çəkmək istəyənlərlə bir üzləşmə ola bilər. Qohumlarla, ailə arasında bəzi sıxışmalar, basqınlanma yaşana bilər. Sevgi həyatında və ya evlilikdə bəzi olumsuzluqlar önünə keçə bilər, yəni önünə çıxa bilər. Şanslı olacaqsan. Bəzi küsənlər arasında barışıq ola biləcək, bir gerçeği biləcəksən, bəlkə də bir qohumunla, yaxınınla əlaqəli də ola bilər, gerçeği görəcəksən, birindən bir dəstək ola bilər. Sevinç var burada, fürsətlər var gələcək, maddiyyatla bir hərəkətə keçirsən, maddi mənəvi güclü birilərlə bərabər hərəkət edəcəksən, ayrıldığın birilərini unuda bilmirsən, bəzən düşünürsən, o da sizi düşünür, aranızda bir bağlantı var. Bir sirri çözəcəksən elə bir, bax əzizim, bir sir çözüləcək, ortadan qaldırılacaq. Bəlkə də ailədən önəmli bir sirdir. Bəlkə də sizdən gizlətmişlər, ortaya çıxa biləcək. Keçmişdə yaşanmış bəzi məsələnə əlaqəli yara mı aldın, haqsızlığa mı uğradın, xəyal qırıqlıqların oldu. Artıq qərar alacaqsan. Tək özün arzu etdiyin nə isə çox çabaladın, istədiyinə çatacaqsan. Biraz zaman lazımdır. Doğru planla irəliləyəcəksən, itirdiyin etibarı qazanacaqsan. Çox şey beyninə, zehninə taxıb qoyursan qalır. Yəni, bəlkə də sizə söylənənləri, olunanları, hamısını elə bir kinolent kimi beynindən keçirirsən. Gizlənən, saxlanan bir şey varsa da 2 həftənin içində beyninə